Sınav imtahanı 2. Demek ki OTK ve Devlet İmtahan Merkezi'nin çıxardığı 20 sınav imtahanından ikinci sınav mövzu üzrə demək ki 11-15-ci əsrdə Azərbaycan mövzusuna aid testləri işləyəcək izahlı şəkildə. Nələrə diqqət etməliyik, hansı məqamları mütləq öyrənməliyik, bunların üzərində duracağıq. Başlayaq. Hansı məqamlar sizə aydın deyilsə, həmin yerləri qeyd eləyin və imtahana hazırlıq üçün həmin məsələləri öyrənməyə başlayaq. Demək ki, səbəb-nəticə əlaqəsinin pozulduğu sualları, yəni ki, səhv cavabı axtarırıq burada. Hüşəngin üsyan nəticəsində bilirik ki, 1382-ci ildə üsyan oldu, Hüşəng hakimiyyətdən salındı. Bu düz fikirdir. Canı bəy Təbrizə daxil oldu, Hülakülər dövləti süqut uğradıldı. 1357. Teymur şəhzadələri arasında çəkişmələr Şah Cahan Şahın İranın mərkəzinə hücuma getdi. Herat tutdu. Düzgün fikir. Baharlı sülaləsinin son nümayəndəsi Həsən Əlinin hakimiyyətdən uzaqlaşması ilə hansı dövlətə son qoyuldu? Qaraqoyunlu, hansı vilayət hakimiyyətə gəldi? A qoyunlu. Cavab olur Y variantı. Düzdür, burada Osmanlı qalib gəlmişdi. Amma demək ki, Azərbaycan şəhərlərinə daxil olmamışdılar. İkinci suala keçdik. Burada sual yox, iki hissədən ibarətdir. Şirvanşahlar dövləti, Mənüçöhrü və 1-ci Axistan hakimiyyət illəri verilib. Qeyd edək ki, 1-ci Mənüçöhrü İraq Səlcuq Sultanı Mahmuda yürüşdə məruz qalıb. Niyə? Çünki ona xərac verməyi dayandırmışdı. Dərbəndilər sülaləsi nümayəndəsi deyil, Kəsranilər idi. Kəsranilər bilirik ki, 1027-dən hakimiyyətə gəliblər. 1125-ci ildə tam müstəqilliyini bərpa elədi. Hansı hadisədən sonra, demək ki, kim öldükdən sonra e, Davidin ölümündən sonra tam hakimiyyətini ələ ala bildi. Birinci Axistan dövləti yaratmayıb, bilirik ki, Heysər Müxaric yaradı. Paytaxt Şamaxıya, Şamaxıdan Bakıya köçürülüb 1192-ci ildə bu hadisəni də yadda saxlayaq. Qızıl Ordu dövlətinin hücumuna məruz qalanda Aksitan hakimiyyətdə deyil idi. Demək burada cavab olur Y variantı. Keçdik üçüncü testə. Bu demək ki, terminlərlə bağlı bir sual formasıdır. 15-ci əsr Azərbaycanda demək ki, əsas olan suvarma suyundan alınan və maldarlardan alınan vergi növlərini seçməliyik. Yəni vergi növlərini seçməliyik. Baxaq, mal cəhət torpaq vergisidir, bəhriyə su vergisidir, Çobanbəyi. Demək ki, cavab olur burada elə 3 variantı. Tamğa, demək ki, sənətkarlardan alınan vergidir, cizyə can vergisidir, mal cəhət torpaq vergisi idi. Silah bahası, nal bahası Səlcuqlar dövründə alınan vergidir. Bunu da ümumiyyətlə yadda saxlayaq. Gəldik digər məqama. Demək ki, digər variantda verilən sözlər divandır, bayraq məsəl üçün Monqollar dövründəki torpaq mülkiyyətidir. Bu da olmaz. Yam isə nə idi dedik? Yam isə demək ki, e, rabitə islahatını həyata keçirmişdi, istişi məntəqələri idi. Gəldik dördüncü suala. Deyir ki, hansı dövlətə aid məlumat yoxdur? Baxaq. Paytaxtı Marağa Təbriz Sultaniyə olan. Bilirik ki, bu dövlətimiz hansı dövlətdir? Elxanilər və ya da Hülakülər dövlətidir. Yəni bu A variantına aid fikir var. A variantı yenədir, getdi. A variantını sildik. Demək ki, 11-ci əsrin 20-ci illərində Oğuzlar məskunlaşmışdı. 2028-də Qalfadilərdə olub belə hadisə. 944-də Bərdəyə qarətçi yürüş olanda Azərbaycan Salari dövlətinin tərkibində idi. Bu variantda getdi. 11-ci əsrin 60-cı ildə 1161-62-də hücumlar olmuşdu Şəddadilərə. Cavab olur burada nə? Sacilər variantı. Sualın cavabı belə. 5-ci suala baxırıq. Hülakülərin mövcudluğu dövrü. Bilirik ki, Hülakülər dövləti 1258-dən 1357-yə qədər mövcud olublar. Terek çayı sahilindəki döyüş 1395-dir. Yəni 1395, ona görə bu variant uyğun gəlmir. 1395 uyğun gəlmir. Bunu eləyək, yadda saxlayaq. Demək ki, 1395 uyğun gəlmədi. Cormağon oyunun başçılığı yürüş bir ki, bu ikinci yürüşdür, 1231-dən başlamışdı. Bu da uyğun gəlmədi. Əlincə qalasının tutulması 1400, Səbutay və demək ki, Cəbənin başlığı 1220-22-ci illər, bu da uyğun gəlmir. Məhəmməd Olcaytu uyğun gəlir, çünki o, demək ki, Qazanxan islahatlarını davam etdirmişdi. Bu sual da belə. Gəldik 6-cı suala, deyir ki, hansı hadisələrin yerini dəyişdirsək, cavab düzgün olar. Baxaq variantlara. Birinci Fərid Büruzun Səlcuq Sultanının ali hakimiyyətini qəbul eləməsi, bilirik 2066-da bunun titulu əlindən alınır. Paytaxt Şamaxıya köçürülməsi 918-dir. Elə buradan görürük yəni ki, 1 ilə 2 yeri dəyişməlidir. Şeyx İbrahimin Şirvanda şah eləməsi 1382,
İbrahim Təbrizə daxil olub, orada qısa müddətli hakimiyyətli olması və Qara Yusifə məğlub olması Kür çayı sahilində döyüş. Cavab oldu nə? 1 ilə 2-nin yerini dəyişməliyik. Sorum gəldi 7-ci suala. Memarlıq abidələrini tapaq. Bu sual maraqlı sual formasıdır. Demək ki, Bərdə türbəsi 14-cü yüzilliyə aiddir. Naxçıvanda Əlincə qalası 9-cu əsrə aiddir. Marğada Göy günbəz 12-ci əsrə, Qeysəriyyə bazarı isə Uzun Həsənlə bağlıdır. Demək ki, buranın çəngəsi 15-ci əsr. Gəldik. Demək, burada cavab necə olur? Sıraya baxacaq olsaq, 7-ci testimizdə 2, 2, 3, 1, 4 belə cavab belə olur. Hülakülər dövlətinin 14-cü əsr tarixinə aiddir. Hansı hadisə olub? Baxaq, 14-cü əsrdə. Olcaytı bilir ki, 1304-dən sonra hakimiyyətə gəlib. Bu düz fikirdir. Dövlətin yaranması 13-cü əsrdə olmaz. Əmir Çobanın dövləti idarə etməsi. Bu da 14-cü əsrdir. Çünki Əbu Səidin dövrünü idarə edib. Qızıl Ordu dövləti ilə mübarizənin başlamaq bilir ki, 13-cü əsrdən başlamışdı Hülakinin dövründən. Qazan xanın fərmanında 1303. Bu da düz cavabdır. O zaman cavab olur Y variantı. Gəldik 9-cu suala. Daha gec olmuşdur. Bu sözün altına xətt çəkirik. Daha gec olan hadisə. Şirvanşahların tabe edilməsi 1367, Usta Məndər 1231, Ağsungilər 1227, Cəlaləddin tərəfindən Monqollar tərəfindən işğalın başa çatması 1239 Dərbənin işğalını götürürük. Şirvanşah İbrahimin də daxil olması demək ki, oldu 1406. Cavab oldu Y variantı. Hülakülər dövlətinin maraqlı sual forması həm 13-ün, həm 14-ün oxşar hadisələri seçməliyik. Yadda saxlayaq ki, demək ki, Hülakülər dövlət Osmanlı ilə toqquşma Qazanxanda olmuşdu, amma hər ikisində biz belə bir şey eşitməmişdik. Amma Osmanlı deyil, Osmanlı torpaqlarına, yəni bu heç ümumiyyətlə uyğun gəlmir, bunu sildik. İkincisi, Qızıl Ordu dövlətinə mübarizə aparmaq düzgün fikirdir. Azərbaycan torpaqlarında hökmranlıq qurmaq düzgün fikirdir. Cəlairi dövlət hücum eləyəndə, demək ki, 13-cü əsr yox idi. Çünki Cəlairi dövləti zaten 1340-da yaranıb. Variantda səhv fikirdir. Cavab olur 2 və 3 variantı. 11-ci suala baxaq. Hadisə nəticə əlaqəsinin doğru göstərildiyi fikri tapın deyir. Baxaq hansı variant olar. Demək ki, Cəlaləddin təyin etdiyi canişinləri talayır və buna görə də ən böyük xalq üsyanı adlanan demək ki, hansı Bəndərin üsyanı baş verir. Düz fikir. Qızıl Ordu hökmdarı Canı Bəy hücum edir 1357-də. Fransız dövləti sona çatır, Hülakülər dövləti. Bu da düzgün fikir. Əlincə qalası tutulması ilə Çingiz xanın yox elə özünün imperatorluğuna düşər də. Bu səhv fikir. Qızıl Ordu hökmdarı Toxtamışın Azərbaycana yürüş etməsi Şirvanşahlar dövlətinə demək ki, birinci Təhmasib son qoyub, buna görə cavab oldu A variantı. Keçdik növbəti sualımıza. Maraqlı sual formasıdır. 15-ci əsr hakimiyyətdə olub. Bu Ağqoyun hökmdarıdır. Buna aid bir məlumat verilib ki, o Şeyx Heydəri məğlub edib. O zaman bilirik ki, bu adam kimdir? Sultan Yaqub. Sultan Yaqub nə iş görmüşdü? Onun dövründə Şirvanla dostluq siyasəti davam etdirilib. Əlpər sazişi bu ilə əlaqəli deyil. Daha çox soyuqal paylayan adam demişdik kim idi? Rüstəm Mirzə idi. Hakimiyyət dövrünə daxil nisbi sayı sabitlik dönəmidir. 1 və 4-ü necəyik? Seçəcəyik. Cavab oldu B. Şeyx Cüneydin öldürüldüyü döyüşdə iştirak eləməkdə deyir ki, Cahanşahla əlaqəlidir. Bu ilə ümumiyyətlə əlaqəli deyil. 13-cü sual. Şirvanşah, Cəllavi dövlətləri və Şəki hakimliyinə aid ümumi cəhət. Maraqlı bir sualdır. Osmanlı dövləti ilə mübarizə belə bir şey eşitməmişik. Eyni əsrdə yaranmalar uyğun gəlmir. Çünki Şirvanşahlar 9-cu əsrdir. Monqolların ikinci yürüşü zamanı sübut eləmək, bu da düzgün fikir deyil. Şirvanşahlar Səfəvilər son qoymuşdu. Osmanlı ilə müttəfiq olmayıblar, amma hər biri Teymurilərlə mübarizə aparıb. 14-cü suala baxdıq. Demək ki, döyüşün adını tapmalıyıq. Nəticəsi də burada verilib. Tiflis müsamın əmirliyin ləğv edilməsi nəticələnən döyüş hansıdır? Didqori döyüşü. Demək ki, burada Didqori variantı D-də var. Yəni, burada demək ki, Didqori. Daha sonra Teymurilərin Azərbaycanda hakimiyyətinə son qoyulan bu çox məşhur döyüşdür, qəbulda işlənə bilər. Sərduru döyüşü, bunu yadda saxlayaq 1408. Burası Muşdur, yolu yoxuşdur, gedən gəlmiyor, acıb nədəndir? Bu da 1467. Ola bilər ki, bu formada bir sual forması gəlsin, yəni yeni bir sual forması kimi qabağımıza çıxa bilər. Gəldik 15-ci suala. Uyğunluğu müəyyən edin deyir. Ağqoyun hökmdarlarından sual verib. Demək ki, Yaqub, Sultan Yaqub, Yaqub padşah deyə verilib. Rüstəm Mirzə və Gödək Əhməd. Baxaq görək kim nə edib. Yaqub padşahla bağlı 20-yə qədər islahat keçirən kimdir? Gödək Əhməddir. Əlpər sazişi imzalamaq uyğun gəlmir. Çoxlu soyuqal paylayan kim idi?
Demək ki, C-ni yazaq. Rüstəm padşaha qısa müddətdə hakimiyyətdə olan 7 ay kimi. Burada kim idi? Gödək Əhməd idi. Gödək Əhmədə də D variantını yazırıq. Şeyx Heydərlə mübarizədə fərqli sarı kömək eləyəndə kim idi? Sultan Yaqub. Elə buna uyğun variant baxırıq ki, hansıdır? Görürük ki, D variantıdır. Gəldik 16-cı suala. Məntiqi ardıcıl, hadisələr ardıcıl getməlidir. Monqollar Gəncə, Bərdə, Şabranı tutdular. 1239-da Dərbəndi tutdular. Dərbəndi tutmaqla nə baş verdi? İkinci yürüş başa çatdı. Azərbaycan işğal edildi. Birinci yürüş səhv fikir cavab olur. B variantı. Azərbaycandan qovulmurlar. Toxtamış ümumiyyətlə uyğun gəlmir. Demək cavab oldu B variantı. 17-ci sual. Şirvanşahlar dövlətinin 14-cü əsrin 80-cı illər. Ən məşhur iki dənə hadisəni bilirik onsuz ki, görək hansı burada variant kimi verilib. Şeyx İbrahimin, bəli, şah olması 1282 düzdür. Devrilməsi yox, hakimiyyətə gəlməsi Dərbəndilər sülaləsinin. Hüşəngin öldürülməsi düzgün fikirdir. Şeyx Cüneyt 1460-da hücum eləyib. Təbrizə dağılması 1410-dur. Demək cavab oldu nə? 1, 3. Cavab D variantı. Keçin növbəti sualımıza. Maraqlı sual formasıdır. 11-ci əsrin 60-cı illəri Böyük Səlcuqda, yəni 11-ci əsrin 1060-cı illər təxmini. 12-ci əsrin 90-cı illər, 1190-lar. Baxaq görək nə yazıb. Deyir ki, Azərbaycanın dövlətin tərkibinə daxil olması. Yəni Azərbaycan bu dövlətlərin tərkibinə daxil idi. Bəli, həm Atabəylərin, həm də Böyük Səlcuqların həminki dövrdə uyğun gəlir. Dövlətin paytaxtlarının dəyişdirilməsi. Belə bir məlumat eşitməmişik. Yəni biz Eldənizlərdə 1175 eşitmişik. Uyğun gəlmir. Türk mənşəli doğru fikir. Hakimiyyətə yeni hökmdarların gəlməsi. Bu da düzgün fikirdir. Çünki burada Alparslan gəlir hakimiyyətə. Burada da demək ki, Sultan Qızıl Arslanı öldürəndən sonra hakimiyyətə gəlir kim? Demək ki, Əbu Bəkir. Cavab oldu nə? 1, 3, 4, B variantı. Bu DİM-in test bankında çox işlənən sual formasıdır. Əmir Çoban bilirik ki, Cəlairlərdən deyil, Çobanilərdəndir. Bu səhv variant. Fəzlullah Rəşəddin Şirvanşahlarda yox demişdik ki, Hülakülərdə olub. Bu düz fikir. Nizamül Mülk. Demək ki, Atabəylər dövlətində deyil, Səlcuqlardadır. Qızıl Arslan isə düzgündür. Cavab olur 4 və 5. D variantı. Gəldik 20-ci suala. 1066-cı ildə Səlcuq dövləti tərəfindən tabe edilmiş Azərbaycan dövlətinin paytaxtı haradır? Şamaxı şəhəridir. Xəritdən bir kərə 4 Şamaxı şəhəridir. Bunu da nə etdik? Öyrənmiş olduq. 4 variantı da bu. Gəldik növbəti suala. 21-ci sual. Xeyli müddət saray müxalifətinə və iri feodal qruplarına qarşı mübarizə aparıb kimdirsə bu adam 1190-cı ildə döyüşdə İraq Səlcuq sultanını məğlub eləyib və oğlu ilə birlikdə əsir alıb. Bu adam kimdir? Bir ki 1190-da, 1191-də olan adam kimdir? Qızıl Arslan. Qızıl Arslanla görək indi kimi tapmalıyıq. Deyir ki, Məhəmməd Olcaytun oxşar cəhət. Məhəmməd Olcaytu da kimdir? Məhəmməd Olcaytu da Qazan xanın qardaşı, Mahmudun qardaşıdır. Demək ki, burada deyir ki, biz ortaq cəhət. Eyni bir dövlət yox, çünki birisi Atabəydir, birisi Hülakidir. Qardaşından sonra hakimiyyətə gəlmək düzgün fikirdir. Eyni əsr hakimiyyətdə olmayıblar. Dövlət ondan sonra nə edib? Zəifləmə, qarışdırmalar baş verir. 22-ci sual. Təbriz şəhərinin Cəlalilər dövlətinin paytaxtı olduğu dövr. Bilirik ki, 1359-dan Təbriz paytaxt olub. Ta 1410-a qədər. Qızıl Ordu hökmdarı Canı bəy 1357-də daxil olub. Bu variant olmaz. Şeyx Həsənin Bağdadda hakimiyyət ələ keçirməsi 1340 olmaz. Çobanilər dövrü deyirik ki, 1357-də başa çatır. Bu da olmaz. Hülakülər dövlətin varlığına sonuç olmaz. Bu da səhv fikir. Cəlairlər Şirvanşahları tabe elədilər. 1367-ci il. Cavab oldu Y variantı. İndi maraqlı bir sual formasıdır. Eyni əsrdə baş vermiş hadisələri tapmalıyıq. Şirvanşah 1-ci Fəribruzun Səlcuq sultanının hakimiyyətini qəbul etməsi 1066. 4-cü Davidin hücumu 1123, hansı 1125-də özü ölür. Şamaxı şəhərini Slavyana, Yezidi, yəni 1032-də ələ keçirirlər. Hansı ikisini gördük. 1 və 3 dəqiq var. Monqollar Şamaxını ələ keçirib əhalini məhv eləməsi bilir ki, bu 1200, yəni 21-22-lərdəki olan hadisədir. Getdi. Cəlalilər Şirvanşahı zəbt eləməsi 1367. Hərəsi bir əsr olduğu üçün təkcə 23-də 1 və 3 variantını seçirik. 24. Sacilər dövlətindən fərqli olaraq Salarilər, yəni Salarilər aid şey seçirik. Hər ikisi cənubda yaranır. Demək ki, hər ikisi cənubda yaranır. Bu variant uyğun gəlmir. Salarilər 10-cu əsrdə yaranmışdır. Sacilər isə 9-cu əsrdə. 898 götürürük təxmini. Bu isə 941-də yaranır.
Azərbaycan torpaqlarını birləşdiriblər. Bu da ortaq cəhətdir, ona görə fərqli cəhət götürürük. Bunların paytaxtı yalnız Ərdəbil olub. Yadda saxlayın, Sacilər paytaxtı Marağa və Ərdəbil olub. Amma bunların paytaxtı yalnız olub hara? Ərdəbil şəhəri. Cənubunda yaranmaqda ortaq cəhətdir, fərqli cəhət deyil. Cavab götürürük nə? 2 və 4. Bu da belə. Gəldik növbəti bir xəritə sualımız var. 25-ci sual. Demək ki, ulduzla verilmiş ərazi haradır? Dərbənd. Erkin orta əsrlərinə aid xüsusiyyətləri tapmalıyıq. Dərbənd. 869-da bəli, demək ki, burada özünü hakim, özünü müstəqil elan elədi. Bu variant düzdür. Daha sonra demək ki, 8-ci əsrin ortalarında müstəqil idarə olunmurdu. Demək ki, bura əmirli idi, yarım yəni ərəblərdən asılı idi. Hakimlər tərəfindən idarə olunur. Bu da düzdür ki. 11-ci əsrin sonuna çatmır çünki 1175 1075-də neyini Şirvanşahları birləşdirilir. Cavab oldu 1-3. 26-cı sual hadisələrin xronoloji ardıcıllığını müəyyən edək. Maraqlı hadisələr. 1460 Samur döyüşü. Şahdağ döyüşü 1488. Səfəviyyə sülaləsi 13-cü əsrin sonu. Sultanların hakimiyyət öldürməsi 1494. Demək, burada da sıralama necə olur? Sıralayacaq olsaq, demək ki, 3, 1, 2, 4. 27-ci suala gəlib çatdıq. Şəddadilər dövlətinə aid olanları seçməliyik. Şəddadilər dövlətinə aid olan kim eləyib? Səlcuq dövləti müqavilə bağlayıb onunla tabe olan kimdir? Və Dəbili ələ keçirən müstəqil əmirlik yaradan kimdir? Demək, 27-ci sualda 1. Ləşkəri ki, dövlətin əsasını qoymuş. Demək ki, buna A uyğun gəlir. Səlcuq dövləti ilə müqavilə bağlayıb ona tabe olan adam kimdir? Əbulasvar, Şavul. Buna da B uyğun gəlir. Dəbili ələ keçirib dövlət əmirlik yaradan, müstəqil əmirlik yaradan 951 kimidir? Məhəmməd Əbül Şəddad. Və gəldik son suala. Son sual nə sualdır? Mənbə ilə bağlı sualdır. Mənbə ilə bağlı sualı diqqətlə oxumaq lazımdır. İlk başda demək ki, oxuyuruq görək ki, burada nə məlumatlar var. Nə bizə ipucu nədir? Bir dənə il verilib. Demək, Tatarlar Həmədandan qurtarıb Azərbaycana tərəf hərəkət etdilər. Ərdəbilə gəldilər. Ərdəbil alıb orada böyük qırğın törətdilər. Şəhərin çox hissəsini dağıtdılar. 1221 kimi Monqollar gəliblər. Elə ki, bunu bilirik. Sonra Təbrizə tərəf yönəldilər. Təbrizin əsl hakimi Atabəy Allah qaçdı, getdi deyir. O fəaliyyətsiz bir əmir idi. Azərbaycan aran onun ixtiyarında idi. Demək ki, Monqol hücumudur və elə ki, bir dənə Özbəyin adını eşitmişik. Mənbəni oxuyuruq. Deyir ki, daha doğrusu sualı. Bəhs edilən yürüş zamanı Təbrizin hakimi kim idi? Bilir ki, bu adam kim idi? Şəmsəddin Tuğraid, hansı ki Təbriz hökmdarı, Təbriz hakimi idi. Xərac verəcək, Təbrizi necə dağıntıdan qurtaracaq. Bir sualın cavabı bu. İkinci sual deyir ki, Atabəy Özbəklə Xarəzmşah Məhəmmədin oxşar davranışı nədir? Davranışı bu eləmişdi? Çıxıb getmişdi də. Kimdə çıxıb getmişdi? Məhəmməd də getmişdi. Xarəzmşah Cəlaləddin getmişdi. E, Cəlaləddinin atasının mübarizəsini davam edirdi, amma Məhəmməd Xəzər dənizdən sığınmışdı. Demək ki, hər ikisi Monqollarla açıq döyüşmür. Yəni döyüşə girmədi. Bu da belə. Bunu yenə də yadda saxladıq. Görək ki, 30-cu sual nə sualdır elə. Mənbədə bəhs edilən yürüş zamanı Monqollar Təbrizi ala bilməmələrinin səbəbləri nə idi? Demək ki, Təbriz yaxşı müdafiə olunurdu. Təbriz yaxşı müdafiə olunur. Qala divarları var falan filan. Müdafiəçilərin sayı çox idi, nə bilim nə. Bir də ki, xərac verildi. Yəni ki, Özbək xərac verməyin tərəfdarı idi. Xərac da aldı, Monqollara nə lazımdır? Xərac lazımdır. Xərac aldılar, məsələ həll oldu. Növbəti test həllərini izləyə bilərsiniz. Bizim test həlli qruplarımıza qoşularaq nəticənizi yüksəldə bilərsiniz. Özünüzə yaxşı baxın. Növbəti dərslərdə görüşmək diləyilə. Salamat qalın. Sağ olun.